2020-ci ilin müharibəsindən sonra artıq ən son statistika 433 nəfərdir. Burada ölənlər, yaralananlar, həyat və sağlamlıqlarını itirən insanlar. Bu məqam ondan ibarətdir ki, 2020-ci ildən başlayaraq ondan öncə də, yəni ölkə ərazisində minalardan təmizləmə işləri həyata keçirilir. Hansısa başqa, yəni ANAMA ondan öncə yaradılmışdır, o problem var idi. Ancaq belə bir miqyas təbii ki, ərazilər azad ediləndən sonra biz tamamilə fərqli bir miqyasda problemlə üzləşmişik və bunun böyük yükü, böyük əksəriyyət bu işlər Azərbaycan dövləti tərəfindən, Azərbaycan dövlətinin öz resursları tərəfindən həyata keçirilir. İlk növbədə burada təbii ki, ANAMA-nı qeyd etmək lazımdır, ancaq bundan əlavə olaraq burada həm Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, bəzi hətta özəl şirkətlər var bu işə cəlb edilmiş və bunun, yenə deyirəm, əsas yükü, ağrısı məhz Azərbaycan dövlətinin üzərindədir və məsələnin miqyasını ATƏT coğrafiyasında böyük, ən uzun müddətli münaqişənin həllinin nəzərə almasını və bu günləri bu regionun inkişafı, bağlantılar, insanların geri qayıdışı, geri dönüşünü nəzərə alsaq, ATƏT-in bu və digər sahədə layihələrin həyata keçirməsi təcrübəsini nəzərə alaraq, ATƏT-də üzv olan bir sıra ölkələrinin mina təmizləmə təcrübəsinin çox ciddi potensialının olmasını nəzərə alaraq, bizim gözləntimiz ondan ibarətdir ki, ATƏT bu sahədə daha fəal olacaq və bizim konkret bu məsələmizdə Azərbaycanda mina təmizləmə sahəsində layihələrin icrasını təşkil edəcək.